Kruiz gəmisi bir otel kimidir. İçində restoran, əyləncə, şou, daha nələr. Hər şey var. Sən gəzirsən, gəmi səni bir adadan digər adaya aparır. Gəlin baxaq görək, biz kruiz gəmisi ilə hansı adaları gəzəcəyik? Karib adaları, Yunanistan adaları, İtaliya, Fransa, İspaniya xətti üzrə Dubai çıxışı kruizlər. İnşallah ki, bu adaları biz gəzəcəyik. Bir kruiz proqramı 3-7 ada və ya şəhər gəzir. 7-8 gün davam edir. Məncə, bu xoşbəxtliyi özünüzə yaşadın. Dostlar, təsəvvür edin, bugün çəkilən zəhmət Sabah kruiz gəmisində gəzindir. Bu ay BT 5000 dövrəsini açan əməkdaşlar inşallah mart ayında şirkətimizin möhtəşəm səyahət proqramına qoşulur.